İnsanların necə bir-birinin boynunda haqqı var hamısının. Atanın övlad boynunda haqqı var. Özdə çox böyük haqqdır. Mən neçə dəfə işarə eləmişəm, bilirəm yenə də ailələrdən narazılıq var deyə, mövzumuza aid olmasa da mən yenə də bunu vurğulamaq istəyirəm. Bir cavan oğlan, bir yaşlı adam kim olursa olsun, ata-anası ondan narazıdırsa, ata-anaya uf deyibsə belə, ürəyini sındırıbsa, gəlib ibadət eləyirsə, yəqin bilsin Allah qəbul eləmir. Bunu mən yəqin sizə deyirəm. Ata-ananın narazı olduğu övladın əməlini Allah qəbul eləməz. Hədisdə var, bu adam nəinki cənnətə getməz, heç cənnətin iyini hiss etməz. Ata haqq da olsa, nahaq da olsa. Haqq, nahaq mövzusu ata-anaya aiddir. Ata haqq deyir, nahaq deyir. Ataya itayət vacibdir, istisna bir dənə budur ki, Allahın vacib buyurduğu və haram buyurduğu istisna. Bundan qeyri bütün hallarda ata-ananın sözü övlad üçün qanundur. İnsan Kərbəlaya gedə, Məşədə gedə, ata-ana narazıdırsa getməyinə, nəinki savab qazanmaz, günah yazılar o Kərbəla səfərindən namə əməlinə. Ata-ananın haqqı çox böyükdür insanın boynunda, çox mühümdür. Ona görə də deyir, hətta baxışınla əziyyət eləsən, uf deməklə əziyyət eləsən, bil ki, səni halal eləməyənəcən, sənin ibadətin qəbul olmaz. Və ən böyük, ən şirin ibadətlərdən biri adam ata-anasına xidmət eləyər. Heç bir ibadətin o qədər savabı yoxdur ki, insan ata-anasının xidmətində olar. Bu çox böyük savabdır. Allah deyir, xüsusi hədiyyələr göndərir bu bəndələrinə. Güman eləmədiyi yerdən elə hədiyyələr verir ki, insan gözləmir. Nə üçün? Atasının, anasının xidmətində olması üçün. Bu çox mühüm məsələdir. Ustadın insanın boynunda haqqı var. Əleyhissalam buyurub, bir adam mənə bir dənə hədis dedisə, mənə özünə qul elədi, bir hərf öyrətdisə. Deyib eşidənin bir-birinin boynunda haqqı var. Qonşunun insanın boynunda haqqı var. Qohumun, yəni bütün haqlar qarşılıqlıdır. Və Allahın da haqqı insanların boynunda çox böyükdür. Yəni hesablamaq mümkündür. Necə deyəsən Allahın bizim boynumuzda nə qədər haqqı var? Allah varlığımızı bizə bəxş eləyib. Bütün vücudumuzu bizə ehsan eləyib. Saysız hesabsız neymətlər. Günəş ətrafına yer fırlanır, bil ki, sənə görədir bu. Allah buyurur, onların hamısını sənə görə yaratdım. Bu təbiətdə bu qədər hadisə baş verir, o aləmlər hamısı sən insan üçündür. Görün, nə qədər böyük haqqı var bizim boynumuzda. Və insan heç bir əməllə bunun qarşılığını verə bilməz. Nə inirsə eləsin, insan acizdir bunun qarşılığını ödəməkdə. Keçən həftə mən dedim, Peyğəmbər o əzəmətdə insan ömrünün son anlarında deyirdi ki, ilahi sənə layiq olduğun kimi ibadət eləyə bilmədim. Çünki Allahın bizim boynumuzda vəzif haqlarından biri budur ki, biz ona ibadət eləyək. Bəzi adamlar deyir, sən niyə ibadət eləmirsən? Deyir, vaxtım yoxdur. O iş üçün ki, onu bu dünyaya göndəriblər, ibadət üçün göndəriblər, deyir, ona vaxtım yoxdur. Ondan başqa hər şeyə vaxtı var. Allah buyurur, sizi ibadət üçün yaratmışam. Bir insan ki, onu ibadət üçün dünyaya göndəriblər, o şey üçün ki, gəlib, ondan başqa hər şeyə vaxt tapır, onu eləmir. Elə bil, şagirdi məktəbə göndərirsən, dərs oxumağa gedir. Məktəb nə üçün? Dərs oxumaq üçün. Deyirsən, ay bala, dərs oxu, deyir, ata vaxtım yoxdur. Oynamağa vaxt tapır, yeməyə, hər şeyə vaxt tapır, amma dərs oxumağa vaxt tapmır. O üzrü müəllim qəbul eləməz ki, dərs oxumağa vaxtım yoxdur. Çünki məktəb dərs oxumaq yeridir. Dünyada ibadət üçün insanlar gəlir. Peyğəmbər ki, bu ibadətləri necə kamil şəkildə yerinə yetirirdi, axırda deyirdi, ilahi, biz sənə layiqincə ibadət eləyə bilmədik. Biz səni layiq olduğun kimi tanıya bilmədik. İmam Musa Kazım əleyhissalam deyirdi ki, bu duanı çox eləyin. Allahummə la təc'alni minəl muarin və la tuxricni minət təksir. Belə dua eləyin ki, ilahi, bizi dində sabit olanlardan qərar ver. İmanı sabit olan insanlardan qərar ver və bizi təksirdən xaric eləmə. Səhabə gəldi, dedi ki, Yəbnə Rəsulallah, başa düşdü ki, sabit insanlardan qərar ver, bu aydındır. Bəs niyə bizi təqsirkarlıqdan uzaq eləmə? Bu necə duadır? İmam başa saldı ki, bunun mənası budur ki, nə qədər ibadət eləyirsənsə elə, həmişə bil ki, nöqsanlısan. Və bu fikir səni tərk eləməsin. Nə badə özündən razı olasan. Nuh Peyğəmbər şeytandan soruşdu ki, insana haçan hakim olursan? Deyir, elə ki, özündən razı oldun, mənimdir. Haçan özündən razı oldusa. O, artıq mənə bəndədir. Nə qədər ibadət eləyirsənsə elə, deyəsən, mən təqsirkaram.
Peyğəmbər buyurur, bu hədis doğrudan da çox təəccüblü hədislərdəndir. Peyğəmbərin sözüdür. Buyurur ki, bilin, sizdən heç biriniz qiyamətdə əməlinə görə nicat tapmayacaq. Mən də sizin içinizdə. Çox qəribə sözdür bu. Peyğəmbər buyurur ki, hətta mən ki Allahın ən üstün bəndəsiyəm, əməlimə görə nicat tapmayacağam. Hamımız Allahın rəhməti ilə nicat tapacaq. Allahın rəhmətinin hesabına nicat tapacaq. Əmələ qalsa, heç mən də nicat tapmayacağam. Peyğəmbərdən təkrar soruşdular, ya Rasulallah, sizin də Allahın rəhmətinə ehtiyacınız var? Buyurdu, bəli. Mən də cənnətə getsəm, Allahın rəhməti ilə cənnətə daxil olacağam. 80 il sən ibadət elə, 80 il yaşa, bir dəfə də günah eləmə. Amma elə ki, qiyamətdə Allahın neymətlərini görəcəksən, yaxşı, bu 80 ilin əvəzində desinlər, sən də 800 il cənnətdə qal, 8000 il qal, 800 min il qal, sonra səni yox eləyəcək. Belə demir. O 80 il ibadətə elə ki, sonsuz neymət verir, Allah yolunda doğranan şəhiddə xəcalətdən başını aşağı salır ki, mən neynədim? Orada ki, Allah öz camalını insanlara göstərir, hər şeyini Allah yolunda qurban verən şəhid xəcalət çəkir ki, ilahi, mən sənin rəhmətinə ehtiyaclıyam, mən heç nə eləmədim sənin üçün. O qarşılıq ki, Allah verəcək, onda biz biləcəyik bizim əməlimizin heç bir qiyməti yox idi. Allah öz camalını göstərəcək inşallah möminlərə. Odur ki, deyiblər, əməl eləyəndə əmələ yox, kimə əməl eləyirsən ona bax. Bir günah eləmisən, günaha baxma, gör kimə günah eləmisən, onda bir günaha görə bir ömür ağlason yenə azdır. Və ibadət eləyəndə də ibadətə baxma, kimə ibadət eləyirsən, onun əzəmətinə bax, onda bir ömür ibadət eləsən yenə də azdır. Gözün Allahda olsun, gözün Allahda olsa məsumlar kimi bir dənə günah eləmədən Peyğəmbər gecə səhərəcən göz yaşı tökürdü. Allahın əzəmətini görən öz heç nə olmasını, öz acizliyini anlayır. Mən misal demişəm sizə, Həzrət Salman Peyğəmbərin ən üstün səhabəsi idi. Həzrət Salman hədislərdə var ki, ümmətimin içində İsa ibn Məryəm kimidir. Həzrət İsa kimidir mənim ümmətimin içində, onun dərəcəsi, məqamı. Həzrət Salman dünyadan köçəndə ağlayırdı, qorxur, deyir ki, qorxuram, əlboş gedəm. İndi mən sizə sual verirəm, Həzrət Salmanın o bir ömürlük ibadəti üstün idi, yoxsa bu sözü ki, mən əli boşam. Vallahi ki, bu sözü ilə qiymət tapmışdı, o əməli ilə yox. O əməl gəlib axırda səbəb olur buna ki, mən biləm, mən acizəm. Onda qiymət tapıram. Həzrət Xədicə var dövlətinin hamısını Allah yolunda qurban verdi. Həzrət Xədicənin malı İslama xidmət elədi. Həzrət Xədicə var dövlətini Peyğəmbərə qurban elədi. Tərəddüd eləmədən. O var dövlətdə bir xanım axırda Şəbi Əbi Talibdə bir xurma ilə 2 nəfər yaşayırdı. O vəziyyətlərə düşdü Peyğəmbərin yolunda. Nəyi var idi verdi? Din yayıldı onun sərvəti ilə. Həzrət Xədicə dünyadan köçəndə xanım Fatimə Zəhranı çağırdı. Dedi, mən utanıram, həya eləyirəm atom Peyğəmbərdən. Səni çox istəyir, sənin sözlüyü yerə salmaz. Mənim heç bir əməlimə ümidim yoxdur. Mən qəbrə gedirəm. Mən heç nə eləməmişəm Allahdan nəsə istəyəm. Ged atıva dinən ki, o köynək ki, əyninə giyinir, onu məndən qəbrə qoysun. Bəlkə Peyğəmbərin köynəyinə görə Allah məni bağışlayar. Həzrəti Xədicənin qiyməti, düzdür o əməllərinin çox təsiri vardı, amma tərəziyə qoysun, o acizliyini etiraf eləməsi, o var dövlətini paylamasından daha üstün idi. Həzrəti Əbəlfəz ağa İmam Hüseyn yolunda nə qədər fədakarlıq elədi. Kimə İmam Hüseyn dedi, bir nəfsi ənd, canım sənə qurban olsun. İmam az adama bu sözü deyər, canım sənə fəda olsun. İmam əlini belinin üstünə qoydu Əbəlfəz, atdan yerə düşəndə. İmam Hüseyn əleyhissalam gəldi, onun başı üstə dayandı, dedi ki, əgər məni günortadan sonra axşama qədər öldürməsələr, Həzrət Əbəlfəzin müsibətinə